Salam aleykum, hər vaxtınız xeyir olsun. Sumqayıt filialından hər bir kəsi salamlayıram. Bu gün mənim servisimizdə bir neçə avtomobil haqqında sizə danışacağım. Görülən işləri təqdim edəcəm. Gördüyünüz maşın 1.4 mühərrik ilə təchiz olunmuşdur. Bu maşında kitabça çıxıb, torba çıxır. Digər avtomobildə isə qalovka problemi var. İndi ona yaxınlaşırıq. Bu maşında gördüyünüz kimi qalovkası sökülüb. Qızdırma problemi ilə yaxınlaşıb. Bir neçə prosedur olunub, xeyir olmayıb. Bu maşın isə 1.8 mühərrikdir, Aveodur. Bu maşında isə eyni prosesdir, motor problemidir, qızdırma problemidir, artıq sökülüb çıxarılıb bu da. Digər avtomobildə isə yağ axıtma, banus problemləri var və digər sonuncu avtomobilimizi sizə göstərirəm. Bunda da eyni qaydadadır, yağ axıtma problemidir. Onu inşallah həll edəcəyik. Dedim, hamısını bir yerdə sizlərlə çəkiliş edin, paylaşayım. Hal-hazırda kitabçanın sənnikləri dəyişir. Sağ olun, gələn videolarımıza görüşənə qədər.